Salam aleykum. Bu videoda skalyar balıqlarının külləməsi və külləmədən sonra etməli olduğumuz əsas məqamlar haqqında məlumat verəcəm. Skalyar balıqları başlıca uyğun olan səthi seçir və ağızları vasitəsilə təmizləməyə başlayırlar. İlərləyən zamanlarda külləmə zamanı gəldiyində təmizləmiş olduğu səthə kürü düzməyə başlayırlar. Bu paralel gedən bir prosesdir. Dişi küllədikcə erkək də arxasınca yumurtaları mayalamağa başlayır. Yəni külləmə bitdiyində artıq mayalama da başa çatmış olur. Külləmə yarım saat ilə 2 saat arasında başa çatır. Bundan sonra cütünüzün balıya baxmasından asılı olaraq yumurtaları cütün yanında buraxa bilər və yaxud da ayıraraq yumurtalar üçün hazırlamış olduğumuz akvariuma əlavə edə bilərsiniz. Kürüləri valideynlərindən ayırmağımızın əsas səbəbi ən kiçik su parametrinin dəyişikliyində və yaxud da ən kiçik stressdə yumurtalarını yeyərək tələf etmələridir. Bu balıqlara öz balalarını saxlama fürsəti verildiyində mantarlaşan yumurtaları sağlam yumurtalardan ayırır. Bununla yanaşı raxit formada dünyaya gəlmiş balaları da yeyərək gələcək nəsillərə sağlam genlərin köçürülməsini təmin edir. Sizin üçün skalyarların külləməsi haqqında ətraflı məlumat verdikdən sonra balaların sağlam bir şəkildə dünyaya gəlməsi üçün mənim etdiyim prosesləri göstərəcəm. Başlıca skalyarların külləmiş olduğu kafeli akvariumdan çıxardaraq daha öncədən hazırlamış olduğum təmiz su olan akvariuma əlavə edirəm. Başlıca bunu da bildirmək istəyirəm ki, bugünə qədər yumurtadan çıxan və böyütdüyüm bütün skalyar balaları 26 dərəcədə dünyaya gəlibdir. Daha sonrasında yumurtaların mantarlaşmasının qarşısını almaq üçün suya müəyyən miqdarda metil mavisi əlavə edirəm. Su yüngül bir şəkildə göyləşsə, maviləşsə bizim üçün olduqca yetərlidir. Bundan sonrası digər videonun mövzusudur. Bir videonun daha sonuna gəldik. Görüşmək ümidi ilə.